Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ramazan ayının bu gecəsində xoş gördük. Bugün Ramazan ayının fəziləti barəsində sizlərlə xanım Zəhra Səlamullahi Əleyhanın hədisini xatırlatmaq istərdim. Xanım Zəhra Səlamullahi Əleyha buyurur: Allah orucu ixlası möhkəmlətdirmək üçün vacib etdi. Mənbə Biharul Ənvar, Əllamə Məclisi, cild 96, səhifə 368. Bu qısa və dərin məzmunlu hədisdə Həzrəti Zəhra Səlamullahi Əleyha bizə orucun əsas fəlsəfəsini açıqlayır. İxlas nədir? İxlas əməllərimizi yalnız və yalnız Allah rızası üçün etməkdir. İnsan zahirdə görünən ibadətləri, namaz, həcci, zəkatı riyakarlıqla da yerinə yetirə bilər. Amma oruc elə bir ibadətdir ki, orada riyakarlıq etmək olmur. Oruç tutan insan səhərdən axşama qədər heç kim görməsə belə yeyib içmir. Çünki o bilir ki, Allah onu görür. Bu insanın qəlbində Allaha qarşı ixlaslı səmimiyyəti formalaşdırır. İnsan oruç tutmaqla Allahdan başqa heç bir kəmin görmədiyi gizli bir yerdə belə yemək içməkdən uzaq durur. Oruc vasitəsilə insan ixlası təcrübə edir. Yəni özü ilə Rəbbi arasında xalis bir əlaqə qurur. Orucun əsrarı da elə bu gizli əlaqə və ixlasdadır. İxlas olmayan yerdə ibadət bədənsiz ruh kimidir, cansız və ruhsuzdur. Ramazan ayının bu gecəsində Allah amanında deyirik. Bismillahirrahmanirrahim.